Növbəti bir qəbul sualına baxırıq. Xəritə müəssisəsinin Respublika idarəetmə formasına malik olan ölkələri müəyyən edin. Bildiyimiz kimi ölkələr idarəetmə formasına görə monarxiya və respublika olmaqla iki qrupa bölünür. İlk növbədə biz ölkələri müəyyən edib. Birinci ölkə Türkiyə Respublikası, ikinci Səudiyyə Ərəbistan, mütləq monarxiya, teokratik monarxiyaya malikdir. Üçüncü ölkə Yəməndir. Yəmən Respublika idarəetmə formasına malikdir. Dördüncü ölkə Əfqanistan Respublika idarəetmə formasına malikdir. Beşinci ölkə Omandır. Omanda mütləq monarxiyadır. Altıncı ölkə İordaniyadır. İordaniya bildiyimiz kimi konstitusiyalı monarxiya idarəetmə formasına malikdir. 7-də Birləşmiş Ərəb Əmirlikləridir ki, mütləq monarxiyadır. 8-də Pakistan Respublikası verilmişdir. Qeyd olunan ölkələrdən Respublika idarəetmə formasına malik olan ölkələr 1. Türkiyə, daha sonra 3 seçəcəyik Yəmən, 4 Əfqanistan, 8 isə Pakistan olacaqdır. Doğru cavabımız A variantı olacaqdır.